Ya 12. Əgər bizim 3 il gündəlik ailə həyatımızı bircə sözlə ifadə etmək lazım gəlsəydi, mən qısmaq sözünü seçərdim. Hər səhər oyananda bircə onu fikirləşirdik ki, necə eləyək, necə qısaq, hər şeyi çatdıraq. Adətən hər şey deyəndə biz sadəcə ucuca calamağı nəzərdə tuturduq. İnanın ki, burada romantik heç nə yox idi. Ömər Xəyyamın məşhur rübayəsi yadınızdadırmı? Bir şüşə mey olsa, bir divan olsa, biraz çörək olsa, xoş zaman olsa. İndi Xəyyamın rübayəsinin yerinə Scott'un Trestlər haqqında kitabını təsəvvürünüzə gətirin. Austin Scott 1886-1981 Harvard Universitetinin hüquq məktəbinin professoru. 1939-cu ildən başlayaraq trestlər haqqında qanunvericilik, onların idarəçiliyi barədə bir çox kitabların müəllifi. Onda bizim romantik münasibətlərimizin kəskin həyat həqiqətləri ilə necə dərin ziddiyyət təşkil etdiyini başa düşərsiniz. Deyəcəksiniz ki, bəs indiyə qədər cənnətdən dəm vururdun, nə oldu? Nə cənnət? İndi mənim zikrim o idi ki, görəsən bu zəhrimara qalmış trestlər kitabını neçəyə ala bilərəm? İkinci əldən alsam, yaxşı olar, ucuz çıxar. Bir də onun dərdini çəkirdim ki, axşama çaxır və çörək pulunu necə çıxaracağam? Əlbəttə, əgər bu indiki vəziyyətdə ümumiyyətlə mümkündürsə. Yadımdan çıxdı, bir qayğımız da var idi. Necə qısaq ki, borclarımızın da bir hissəsini qaytara bilək? Həyat dəyişmişdi. Hətta ən adi qərarları da beynimdə yuva salıb, daim gözdə qulaqda olan büdcə komitəsi ilə ciddi surətdə məsləhətləşmədən qəbul eləyə bilmirdi. Oliver, bəlkə axşam Becketə baxmağa gedək. Beckett, rejissor Peter Olivellin 1964-cü ildə ekranlara çıxmış tarixi dramı. $3. Yəni $1 yarım mənim biletim, $1 yarım sənin biletin. İndi nə deyirsən, gedirik ya getmirik? Mən heç nə demirəm, sadəcə $3 deyirəm. Evlənəndən sonra bal ayımızı 21 uşaqla yaxtada keçirdik. Hər səhər saat 7-dən balaca sərnişinlərin bəsdir deyənə qədər mən 36 futluq Rhodes yaxtasında okean sularını yarırdım, Jenny isə uşaqlara nəzarət edirdi. Təxminən 11 metr. Söhbət futdan gedir. Biz Dennisportda, Yannisin lap yaxınlığında Rickwood qayıqçılıq klubunda idik. Massachusetts ştatının Cape Cod yarımadasında Atlantik okeanı sahilində kurort şəhərciyi. Massachusetts ştatının Cape Cod yarımadasında çimərliyi ilə məşhur olan qəsəbə. Klubun böyük oteli, gəmilərin yan alması üçün körpüsü və 12 kirəlik evciyi vardı. Bu bunqalolardan birinin divarından xəyali lövhə asmışdım. Jenny ilə Oliver gecələr sevişməyəndə burada yatıblar. Gərək qiymətləndirəsiniz. Bütün günü müştərilərin nazı ilə oynayıb əldən düşməyimizə baxmayaraq, bizim gəlirlərimiz xeyli dərəcədə onların verdikləri çay pulundan asılı idi. Gecələr daha böyük həvəslə bir-birimizin nazını çəkirdik. Mən sadəcə naz dedim, çünki məhdud söz ehtiyatım Jennifer Cavell'lərini sevməyim və Jennifer Cavell'ləri tərəfindən sevilməyin nə demək olduğunu təsvir etməyə imkan vermir. Bağışlayın, mən Jennifer Barrett demək istədim. Dennisporta gəlməzdən əvvəl Cambridge'in şimalında özümüzə balaca və ucuz bir mənzil tapdıq. Mən o yerə Cambridge'in şimalı deyirəm. Əslində isə bura artıq Somerville şəhəri idi.
Ünvanda da belə yazılmışdı və ev Jenny demiş, ömründə təmir görməmişdi. Cambridge və Somerville bir-birinə çox yaxın şəhərlərdir və hər ikisi Bostondan şimalda yerləşir. Layihəyə görə bu evlər 2 ailə üçün nəzərdə tutulmuşdu. Amma sonra 2 mənzildən 4 mənzil düzəltmişdilər və onların hər birini ucuz adlandırsalar da, əslində şəraitinə görə kifayət qədər baha qiymətlə kirayə verirdilər. Ancaq kolleci təzə bitirmiş 2 tələbənin gücü yalnız buna çatırdı. Necə deyərlər, bazar iqtisadiyyatıdır. Ey oğul, bilirsən yanğı söndürənlər niyə indiyə qədər bu daxmanın qapısından qıfıl asmayıblar? Yəqin qapıya yaxınlaşmaq üçün pilləkana ayaq basmaqdan qorxublar, mən dedim. Mən də qorxuram. İyunda buranı seçəndə heç qorxmurdun. Deməliyəm ki, bu diyaloq bizim aramızda sentyabr ayında Somerville-ə qayıtdıqdan sonra baş verirdi. Onda mən hələ subay idim. İndi isə ərdə arvad kimi deyə bilərəm ki, bu mənzil mənə hər cəhətdən təhlükəli görünür. Təhlükəni necə aradan qaldırmağı düşünürsən? Ərimə deyəcəyəm, o cavab verdi. Öz qayğısına qalar. Sən ərim mənəm, dedim. Doğrudan? Sübut elə. Necə? Soruşdum və öz-özümə düşündüm. Elə burada küçənin ortasında. Məni bu mənzilin kandarından qucağında keçir, o dedi. Bircə demə ki, belə boş-boş əlamətlərə inanırsan. Sən keçir, sonra qərar verərəm. Okey, mən onu qucağıma aldım və 5 pillə yuxarı qalxıb giriş qapısının ağzında dayandım. Niyə dayandın? O soruşdu. Çatmadıq. Bura kandar deyil. Deyil, o dedi. Axı zənglərdən birinin üstündə bizim adımız yazılıb. Yox, bura bizim rəsmi kandarımız deyil. Yuxarı, tənbəl qoca. Bizim mənzilimizin dırnaq arası rəsmi kandarına qədər 24 pillədə qalxmalıydım. Yolun yarısında nəfəsimi dərmək üçün dayandım. Niyə belə ağırsan? Tövşiyə soruşdu. Ağlına gəlmir ki, hamilə ola bilərəm? O cavab verdi. Bu cavab mənim nəfəs almağımı daha da çətinləşdirdi. Ciddi sözündür. Hamiləsən? Handan-hana dilləndim. Ha, qorxdun? Yox, yalan demə, Preppi. Yaxşı, sıxıldım, amma bircə saniyəliyə. Sözümü deyib pilləkanın qalan hissəsini bir həmlə ilə qalxdım. Bu qiymətli xatirələr gənclik həyatımın elə nadir anlarına aiddir ki, həmin vaxt qısmaq sözü heç yadıma da düşmürdü. Adətən ərzaq mağazalarında tələbələrə nisyə mal vermirlər. Amma mənim uca soyadımın sayəsində biz mağazada özümüzə hesab açdıra bildik. Əvəzində başqa bir yerdə Jenny'nin müəllim düzəldiyi Shady Lane məktəbində heç gözləmədiyim bir halda bu soyad əleyhimizə işlədi. Əlbəttə, Shady Lane maaşlarına görə özəl məktəblərlə müqayisə oluna bilməz. Məktəbin direktoru Miss Anne Miller Ultman mənim arvadıma belə dedi və dərhal da əlavə etdi ki, məsələnin bu tərəfi yəqin Barletlər üçün əhəmiyyət daşımır. Jenny onun illüziyalarını dağıtmağa çalışdı, amma Miss Ultmanın arvadına təklif etdiyi ildə $3500 məvacibə yeganə əlavəsi 2 dəqiqəlik ho oldu. Jenny deyəndə ki, Barletlərdə hamı kimi mənzil kirayəsi ödəyirlər, direktor bunu arvadımın hazır cavablığı və yumor hissinin yerində olması ilə qiymətləndirdi. Jenny bütün bunları mənə danışanda, mən Miss Whitman'ın ho-su ilə $3500 harasına soxa biləcəyi barədə bir neçə ağıllı təklif verdim. Cavabında Jenny soruşdu ki, bəlkə mən hüquq məktəbinə atmaq və Jenny təhsilini artırıb özəl məktəbdə işə düzələnədək onu saxlamaq istəyirəm.
Mən düşdüyümüz vəziyyəti 2 saniyə ərzində tam təhlil eləyərək çox dəqiq və qısa nəticəyə gəldim. Zibilə düşmüşük. Çox bəlağətli ifadələrlə danışırsan, arvadım dedi. Bəs sən məndən nə cavab gözləyirsən, Jenny? Ho, ho, ho. Yox, istəyirəm ki, hər gün spagetti yeməyi öyrənəsən. Öyrəndim. Mən spagetti yeməyi, Jenny isə yeni reseptlər icad edərək adi makarondan müxtəlif təamlar bişirməyi öyrənirdi. Deyəsən alınırdı. Yay aylarında qazandıqlarımız Jenny'nin maaşı, üstəlik də mən yeni il qabağı poçta gecə növbəsində işə çıxmağı planlaşdırırdım, bizi yola verirdi. Əlbəttə, çoxlu təzə filmlər var idi ki, biz onlara baxa bilməmişdik. Jenny isə daha konsertlərə getmirdi, amma necə deyərlər, bığdan kəsib saqqala yapışdırmaq olurdu. Bununla belə, bığdan həddən artıq çox kəsməyə məcbur idik. Demək istəyirəm ki, ikimizin də sosial həyatı köklü surətdə dəyişmişdi. Biz əvvəlki kimi Cambridge'ə lap yaxın yaşayırdıq və nəzəri cəhətdən Jenny'nin öz musiqiçi dostları ilə ara sıra görüşmə imkanı qalırdı. Amma vaxt çatdıra bilmirdi. O, Shedliner'dən evə çox yorğun qayıdırdı. Dərhal da yemək hazırlamağa başlamalı olurdu. Harasa yemək yeməyə getmə imkanımız xaricində idi. Mənim dostlarım isə kifayət qədər başa düşən adamlar idilər. Bizi tək buraxmışdılar. Yəni, onlar bizi heç yerə qonaq çağırmırdılar və qarşılığında bizim də boynumuza onları qonaq çağırmaq öhdəliyi qoymurdular. Biz hətta futbola getməyi də tərk etdik. Universitetin idman klubunun üzvü kimi mənim düz mərkəz xətti ilə üzbəyiz tribunada əla yerlər götürmək hüququm var idi. Amma biletin biri $6 satılırdı. Bu isə ikimizə $12 eləyirdi. $12 yox, Jenny etirazını bildirirdi. $6 eləyir. Sən tək gedə bilərsən. Mənim onsuz da futboldan başım çıxmır. Qandığım təkcə budur ki, tez-tez birini də vurun, qışqırmaq lazımdır. Sənsə bunu sevirsən. Ona görə istəyirəm ki, gedəsən. Müzakirə bitdi, deyə çımxırdım. Əvvəl-axır bu evin kişisi mən idim. Futbola ayırdığım vaxtı dərslərimə sərf edirəm. Əslində isə hər şənbə axşamı qulağımı radioya söykəyib, tribunalarda azarkeşlərin çığırtısını dinləməkdən həzz alırdım. Onlarla mənim aramda cəmi 1 mil məsafə olmasına baxmayaraq, biz indi ayrı-ayrı dünyalarda yaşayırdıq. Bir dəfə universitetin idman klubunun üzvü kimi öz üstünlüyümdən istifadə etdim. Və hüquq məktəbində kurs yoldaşım Robbie Old üçün Yale komandası ilə oyuna əla bilet aldım. Robbie sevincindən çırtıq çala-çala çıxıb gedəndən sonra Jenny xahiş elədi ki, onu bir də başa salım. Bu mərkəzi tribuna kimlər üçün nəzərdə tutulub? Mən təkrar izah elədim. Yaşından, boyundan, sosial vəziyyətindən asılı olmayaraq, idman zəminində nailiyyətləri ilə Harvardın şöhrətini artıranlar üçün. Su idman növləri də bura daxildir. İdmançı idmançıdır, cavab verdim. İstər quru olsun, istər yaş. Bircə səndən başqa, Oliver, o dedi. Sən nə qurusan, nə yaş. Sən dondurulubsan. Mən dinmədim. Jenny'nin bu replikasını onun hazır cavablığını nümayiş etdirən növbəti söz oyunu kimi qiymətləndirdim. Arvadımın Harvard Universitetinin idman ənənələrinə aid sualında gizli məna axtarmaq istəmədim. Amma belə məna var idi. Ən azı birinci eyhamı nəzərə ala bilərdim ki, 45.000 oturacağı olan Soldiers Field stadionunda bütün keçmiş idmançılar eyni tribunada yanaşı otururlar. Bütün idmançılar, yaşlılar da, cavanlar da, yaşlılar da, qurular da, hətta dondurulmuşlar da. Və bu şənbə axşamları məni stadiona getməkdən saxlayan təkcə $6 qısmaq istəyi deyildi. Yox, hətta Jenny'nin sualında başqa bir məna gizlənirdisə, mən bu məsələni müzakirə etmək istəmirdim.